Hamınıza salam, kanalıma yenidən xoş gəldiniz. Əgər yenisinizsə abunə ola bilərsiniz. Əgər abunə deyilsinizsə də videonu həmişə kimi bəyənib şərhlərdə fikirlərinizi bildirə bilərsiniz. Hər zaman deyirəm ki, istədiyiniz videoları mənə yazın, mən də onları çəkəcəm. Siz də dediniz ki, ingilis dilini necə öyrənmək olar və mən də o videonu çəkdim. İngilis dili haqqında çox suallar vermişsiniz. İxtisasım ali təhsilim barədə danışanda ingilis dili biliklərimdən çox soruşmuşsunuz. Çünki ingilis dilində təhsil almışam və necə öyrənmək olar bunu, necə rahat axıcı danışmaq olar, bunları soruşmuşdunuz. COP29 ərəfəsində də biz xarici qonaqlarla mən danışırdım, onları yönləndirirdim. Guest servis xidməti olaraq rahat şəkildə anlayırdım. Və hətta bəziləri var ki, sırf ingilis dilli ölkələr deyillər. Onlar özlərinin ingilis dili ikinci dildir. Mən deyir ki, sən ingilisin çox yaxşıdır. Mən ona görə səni başa düşə bilmirəm. Yəni onu demək istəyirəm ki, mən də bir zamanlar ayda bacarmaram deyib çökmüşdüm, amma indi gəldiyim yerə baxanda artıq özümdən qürur duyuram ki, deməli heç vaxt vaz keçməməlisən. Bunları öz metodları ilə evdə heç bir mənim köməyi olmadan etmiş biri olaraq fikirlərimi, öz məsləhətlərimi sizlə paylaşmaq istəyirəm. Çünki tam məsuliyyətlə deyə bilirəm ki, artıq mən rahatlıqla ingiliscə danışıb və başa düşə bilirəm. Çox da uzatmadan başlamaq istəyirəm. Bir də birinci olaraq onu demək istəyirəm ki, bu çox gözləməyin də məsəl üçün elədim heç nə olmadı bir aya. Elədim 2 həftə heç nə bilmədim. Siz özünüz hiss eləmədən danışacaqsınız. Özünüz hiss eləmədən ki, onları başa düşəcəksiniz. Düşünün, mən hətta oturub fikirləşdim ki, mən nələri eləyirdim. Çünki bu müəyyən bir proses aparan vaxtı və mən oturdum fikirləşdim ki, mən nələr eləmişəm bu vaxta qədər. Onları sizin üçün yazdım. Birincisi, mən çalışdığım qədər ingilis dilində öz-özümə belə danışmağa çalışırdım. İndinin özündə belə, yəni baxmayaraq ki, artıq öyrənmə dönəmində deyiləm. Amma durduğu yerə, yəni sanki oturmuşam, biraz dəli kimi görünə bilər. Amma sanki özünü intervyuda hiss edirsən, ya bir veriliş intervyusunda, ya ümumiyyətlə bir söhbət intervyusunda öz-özünə danış. Öz-özünə danışa doğrudan da nə qədər doğru və səhv danışdığını görmüş olacaqsan. Səhv danış, cümləni qura bilmə, ardını gətirə bilmə, yarısını Azərbaycan dilindən hansısa sözü danışa bilmə, amma yenə də danış, çünki danışmaq həqiqətən çox yaxşı kömək olur. İstərsənməz hansısa bir söz demək üçün açıb Google Translate-dən o tərcüməyə baxacaqsan, nəsə araşdıracaqsan və bu sənə özgüvən verəcək. Həqiqətən danışmaq üçün ilk maddə budur ki, öz-özünə də olsa danış. Ətrafdakı insanlarla danışmaqda heç olmam, amma öz-özünə danış ən azından, çünki ilk başlarda da amma ətrafdakilərlə danışmaq çətin olur biraz. İkinci, ingilis dilində kitablar oxumağa çalış. Bir dəfəlik hansısa bir, məsəl üçün mən ingilis dilində bədii əsərlər oxuyuram ayda qayıtda, məsələn kitab kimi. Amma siz məsələn təzə başlayanda mən bunlardan başlamamışam, çünki onları başa düşmək mümkün deyildi. Hətta mən bədii əsər almışdım və açdım baxdım ki, mən 2 dəqiqədən bir, yəni lüğətə baxıram və yaxud Google Translate-a baxıram. O da kitab oxumaq deyil, artıq yəni ləzzət eləmir, məni daha da əsəbləşdirdi və mən o kitabı 2 il kənara qoydum, oxumadım. Çünki fikirləşdim ki, mənlik deyil. Amma bu müddət ərzində mən artıq kiçik kitablar aldım ki, hansı ki hekayə tipində kitablardır, daha asan dillə yazılıb, levellərdən var, onlardan ala bilərsiniz. Çünki sonunda onların tapşırıqları da olur və məsəl üçün mən Heidi'nin kitabını almışdım. Heidi, Pinokio, bunların kitablarını ən azından yavaş-yavaş oxumağa alışırsınız. Çünki onlar da orada mənə çox kömək olur. Təsəvvür edin, bir il məsəl üçün o kitabların üzərində işləyəndən sonra mən level artıb, ondan sonra bədii əsərlərə baxdım ki, daha yaxşı başa düşürəm və artıq gündəlik həyatıma çevrilib. İngilis dilində çoxu deyir ki, subtitrla baxın, yəni alt yazı ilə baxın. Mən bunun tərəfdarı deyiləm. Çünki alt yazı ilə baxılan ingilis dili, istər podkast, istər veriliş, hər hansısa bir kino, serial, mən özüm belə indinin özündə heç Azərbaycanca deyim, türkcə deyim, baxırsınız bildiyiniz dillər, düzdür. Amma əgər orada siz alt yazını açıq qoymusunuzsa, sizin fikriniz alt yazılı olacaq, yəni alt yazıya baxacaqsınız. Qeyri-ixtiyari insan bunu eləyir. Ona görə alt yazı ilə o qədər də öyrənmək məsləhətli deyil deyərdim. Amma lap sıfırdasansa, ümumiyyətlə heç nə bilmirsənsə, başlarda alt yazıdan istifadə edə bilərsən. Təbii ki də bir dəfəlik hansısa bir kinoya, seriala baxıb heç başa düşməyəcəksən. Onun da yenə də YouTube-da da sadə videoları var ki, daha asan dillə olan kiçik bölümlü, məsələn 5 dəqiqəli, 4 dəqiqəli film tipində və yaxud da ki, veriliş tipində ingilisini öyrənmək üçün var. Bunlara alt yazına baxa bilərsiniz. Başqa məsləhətim odur ki, əgər alt yazına baxırsınızsa, birinci dəfə alt yazısız baxın, amma ikinci dəfə alt yazına baxın. Bu nə deməkdir? Bir dəfə alt yazısız baxanda siz artıq beyniniz tam olaraq heç nə bilmir o haqda. Beyniniz nə götürsə götürəcək, yəni öz qabiliyyətini göstərmiş olacaq ki, siz nə qədər bilirsiniz. Əgər uzun bir videodursa yarıya hissəyə bölə bilərsiniz. Məsələn 2 dəqiqə, 3 dəqiqə baxın, sonra təzədən ona alt yazıdan baxın. Qısa videoları isə axıra qədər dinləyib sonra alt yazıdan baxmaq məsləhətlidir. Bu sizə necə kömək eləyəcək? Birinci, beyin özünü yoracaq. Yəni siz beyni hər şey rahat verəndə o beyin inkişaf eləmir. Çünki fikirləşir ki, yenə də hazır gələcək və ehtiyac yoxdur və beyin heç eləmir. Beyni inkişaf etdirməyə çalışın. Qoy beyin özü əziyyət çəksin, nəsə anlamağa çalışsın. Beyin əgər bunu anlayırsa, müəyyən qədər 2 dənə söz belə anlasa beyin, yəni ona bəsdir. Bu bir özü proqresdir. Ondan sonra siz 2 dəfə eyni şeyə alt yazından baxın və anlayın görün siz sonra nəyi anlamamışdınız, nəyi anlamışdınız.
özünüz üçün mütləq bir dənə lüğət dəftəri kimi bir dəftər tutun. Demirəm da gedin məktəb vaxtındakı o lüğətlərdən alın. Elə şey ehtiyac yoxdur. Adi bir dəftər, balaca kitabça tuta bilərsiniz və orada konkret söz və onun qarşısındakı izahı, hansısa idiomlar ola bilər, o idiomların izahını yazın. Yəni sizə maraqlı gələn, yeni öyrəndiyiniz şeylər mütləq yazın. Mən hamısını yazırdım. Necə dəftərim var ki, yəni arada açmalar baxanda belə baxıram ki, mən bu sözü unutmuşdum, amma indi baxıram və xatırlayıram. Bu biraz anormal səslənə bilər. Mənə də bu məsləhət görmüşlər. Mən düşünürdüm ki, yəni boş-boş danışar da insan necə bunu eləmək olar? Nə deyiləni deymişdi ki, hər gün yəni bunu elə. Amma bu gündəlik olan bir şey deyil. Sadəcə ən azından 15-20 dəqiqə və 1 saat ərzində belə bir beyninizi fokuslaya bilərsiniz. Bu da nədir? İngiliscə düşünmək. Yəni adi qayda hamımızın beyni hər zaman nələrləsə doludur. Yəni daima düşünürük nəyisə. Məsəl üçün susanda insan sakit dayanmır ki, o sakit dayanırsınız. Beyin daima nəsə düşünür. Siz o beyninizə düşündüklərinizi ingiliscə fikirləşməyə çalışın. Bəzən məndə olur ki, mən onu praktik elədiyim üçün artıq hərdən nəyisə məsələn olur ki, xırda bir şey ingiliscə düşünə bilirəm. Xırda bir nədənsə danışmaq lazım gəldi və yaxud da nə bilim kiçik bir sözü belə məsəl üçün ingiliscə beynimə gəlir. Çünki ingiliscə düşündükcə sizin beyninizin içindəki nədirsə o daha əsaslı, yəni beyninizin içərisi daha əsaslı. İngiliscə düşünməyə çalışın. Məcbur edib özünüzü nəyisə düşünməyə çalışmayın. Sadəcə nəsə düşünürsünüz, məsələn, onu ingiliscə düşünün. Məsəl üçün deyirəm, fikirləşsən ki, səhər oyandım, bu günə planlarım nədir? Bu dərsi eləməliyəm və yaxud da bura getməliyəm və yaxud da rəfiqəmlə görüşməliyəm. Bunları ingiliscə fikirləşin. Bu həqiqətən kömək olur. Bunu tam əminliklə sizə deyirəm. Növbəti mən buraya yazmışam. Bunu əslində çox özüm araşdırmalar edərək öyrənmişdim və biraz çətinliklə alındı, amma yenə də alınır. Shadowing method deyirlər buna. Kölgə metodu adlanır. Bu da nədir? Baxdığınız videoları və yaxud da ingiliscə olan hər nəysə film açın, qoyun, baxın. Onları sanki qısa-qısa hissələrə bölün. Birinci hissə müəyyən qədər qutarandan sonra müəyyən bir qədər danışıq olur, deyək ki, az. Pauza edin və onun dediyini, məsəl üçün kinoya baxırsınız. Kimsə orada nəsə dedi. Siz həmin dəqiqə videonu pauza edin, onun dediklərini eynən o dediyi tonda səslə deməyə çalışın. Bu da var ki, çox adam nə deyir, onu kopyalayır. Yəni elə kopyalamağa çalışmayın. Onun dediklərini, onun aksentini, onun hisslərini, emosiyasını düşünə-düşünə deməyə çalışın. Məsəl üçün, gəl ki, kimsə kinoda əsəbləşir və deyir ki, just leave me alone. Siz orada, yəni kopyaladım ki, just leave me alone. Belə deməyin. Onun dediyi emosiyonu və özünüz onu hiss edin. Onun dediyi kimi deyin. Və ya da kimsə nəyisə görə çox xoşbəxt və sevinir. I'm so grateful. Nəsə belə bir şey deyir. Siz deməyin ki, yəni I am so grateful deyib pauzanı basın. Yəni siz də eyni tonda, eyni səs tonuyla I'm so grateful. Yəni bu tipdə danışın ki, bu sizə iki şeydə yardımcı olmuş olur. Həm emosiyalarınızı ingiliscə çevirmiş olursunuz, həm də aksentiniz düzəlmiş olur. Dil öyrənmək sadəcə sözləri əzbərləyib, qrammatikanı əzbərləməkdən ibarət deyil, heç. Mən məktəb illərində elə düşünürdüm, amma qətiyyən elə deyil. Dil öyrənmək o dilin həm də emosiyasını öyrənmək demək. Tamamilə emosiyasız danışıb ingiliscə danışa bilərəm ki, məncə ingilis dili sayılmır. Siz ingilis dilində emosiyaları da öyrənməlisiniz, emosional danışığı öyrənməlisiniz daha doğrusu. Nitqin nə deyirlər, nəsə onu. Ona görə də çalışın elə şeylər eləyin, yəni saxlayın, onun dediyini təkrarlayın. Onun dediyini başa düşməmisən, ev yox. Bir də alt yazıyla bax və o alt yazıda gördüyünü, onun dediyi emosiya ilə hərəkətlərə çalış, danış, nə qədər emosiya sözünü işlətdim. Və səhvlərinizi rekord edin, səhvlərinizi çəkin videosunu. Bu necə olacaq? Məsəl üçün səhv elədiniz, danışırsınızsa, müəyyən həm də deyim, məsələn, intervyu, birinci dediyim valideyn intervyu edirsiniz. O danışığı siz götürüb çəkidə bilərsiniz. Məsələn, telefona qoyun, videonu, kameranı, bu dəqiqə mən necə qoyub danışıram, siz də başlayın ingiliscə danışmağa. Fərq eləmir. Ya hansısa bir sual qoyun, yəni axtarıb bir maraqlı mövzu qoyun, o mövzu haqqında danışmağa çalışın, sanki verilişdəsiniz. Və yaxud da özünüzdən elə başlayın gününüzü danışın. Nə istəyirsiniz? Sizə maraqlı gələn nəsə, bəyəndiyiniz bir kitab var, onu danışın, bəyəndiyiniz bir film var, onu danışın. Sonra o videoya baxın. Orada etdiyiniz səhvlər nə idi? Qrammatik səhvlər ola bilər, tələffüz səhvləri ola bilər, səhv sözün işlənməsi ola bilər. 2 dənə dəftər tutmasını məsləhət verirəm. Demirəm qayda və lüğət yox. Sadəcə bir dəftərdə yeni sözlərə, idiomları yazın tərcüməsini. Birinci sizin səhv jurnalınız, səhv dəftəriniz olsun. Orada bütün səhvlərinizi və onun doğru lazım gələn versiyasını yazın. Deyirsiniz ki, səhvlərimi niyə yazım? Yəni doğru yazmalı hər zaman. İnanın mənə çox kömək eləyir. Özüm yaşamış, istifadə etmiş biri ola bilərəm ki, çox kömək eləyir. Mütləq o səhvlərə baxırsan və bir müddət sonra hətta sizə biraz motivasiya kimi də gələcək. Məsəl üçün, deyək ki, artıq müəyyən leveldəsiniz və baxırsınız arxada səhvlərinizə, o mən belə bir səhv eləmişəm, çox gülməlidir. Və ətrafınızdakı hər şeyi ingilis dilinə çevirməyə çalışın. Bu necə olur? Telefonun çox insan türk dilində və ya Azərbaycan dilində işlədir. Əgər ingilis dilini öyrənmək istəyirsənsə, telefonu elə ingilis dilində çevirməyə başlaya bilərsən. Başlarda bu sənə çox çətin gələr. Mən artıq xatırlamıram. Səhv eləmirəmsə 7-ci, 8-ci sinifdə oxuyanda mən artıq telefonumu ingilis dilinə çevirmişdim. Başda insana qəribə gəlir ki, niyə burada belə bir başqa bir aləmə gəlir. Çin dilində, yəni telefon necə qəribə gəlir ki, mən nəyini burada belə nə edə bilərəm bilmədiyim dildə. Amma başlarda sizə çətin gələ bilər. Sonradan sizin beyin altına, şuur altına da çox kömək eləyir o ingilis dilində telefon işlətməyiniz. Məsəl üçün mən hal-hazırda tam səmimi deyəcəm, o gülməyin.
özümə həddən gülmək gəlir. Mən türk dilində daha çətinliklə işlədirəm, nəinki ingilis dilində. İngilis dilində mən çox rahat telefon işlətmirəm. Çünki konkret bilirəm ki, nə hardadır, nə deməkdir. Amma türk dilində məsəl üçün mənim o dəfə rəfiqəm başıma gəlmiş şey deyirəm. Telefonu türk dilində idi. Mən dedi ki, təzəliklə özünə telefon almışdı. Nəysə kamera ayarlarını nəsə düzəltmək istəyirdim. Settings'a girib, settings nə idi? Nastroykaya girib də. Nastroykada nədir? Ayarlar, hər dildə dedim, azından tapa bilmədim. Ora girib kameranın nəyinsə dəyişmək üçün mənə dedi ki, bu yana baxa bilərsən. Mən baxdım bu türk dilində dedim. Yardan heç nə anlaya bilmirəm. O demək deyil mən türk dilini bilmirəm. Mən türk dilini yəni bilirəm, başa düşürəm, danışıra bilirəm. Amma belə terminlər falan olurdu o telefonda. O mən türk dilini eləyəmirəm. Dilini dəyişib ingilis elədim, ondan sonra başa düşdüm. Həyatınızı elə bir ingilis dilinə qatın. Bir dənə maraqlı, kiçik də olsa bir komediya kinolarından götürün. Başlayın buna baxmağa. Sizə bir dənə məsləhətim əsasında ola bilər. Bunu çox adam mənə deyir və mən də onlara deyirəm ki, bəzən biz məsəl üçün ingilis dilində nəyisə bir seriala mı, ya nəyisə baxmağa dərs kimi baxırıq. Ayda buna da baxım qutarsın. Buna da baxım qutarsın, buna da baxım qutarsın, qutaracaq nə bilinə. Sən ona dərs kimi baxma. Sən sadəcə türk serialı mı, nəsə bilmirəm də nəyə baxırsınızsa, ona necə maraqla gözləyib baxırsan, yəni bildiyin mənim elə seriallarım var ki, konkret bilmirəm, bəzən biz sizə danışmışdıq, adlarından da ona da bir video çəkərəm. Gənclik diziləri olsun, ya komediyalar. Onları konkret olaraq oturub gözlədiyim yəni seriallar var. Hə, birinci sezonu qutardı, növbəti sezonu gözləyirəm. Aylarla hətta mənim cədvəlim var ki, bu sezon bu çıxacaq, bu vaxt o çıxacaq, bu vaxt bu gələcək. Bunun dərs kimi yox artıq. Yəni həyatımın bir parçasıdır. Yəni baxdığım serialları gözləyirəm. İngilis dili öyrənmək üçün baxmayın buna. Sırf sizə də maraqlı gəlsin, görün bu serial nə olacaq. Yəni sevə-sevə oturub hobbiniz kimi film izləyin. Belə bir şey. Mahnıları daha çox ingilis dilində qulaq asmağa çalışın. Bilmirəm, həyatınızı biraz ingilisləşdirəndə, artıq ətrafınızda hər şey ingilislə çevriləndə bəzən inanın elə olur ki, hər hansı bir söz tapanda mən onu ingilislə deyirəm və sonra özümdən şey eləyirəm ki, özü ən nifrət etdiyim insan xüsusiyyətləridir. Sizdən həmişə bilirsiniz ki, səmimiyəm, ona görə də kəsəm bunu deyim, bunu deməyim, özümü belə göstərim. Məncə ən xoşuma gələn insan tipi öz dilində danışmayan insandır mənim. Çoxlu dillər bil, həddən artıq çoxlu dillər bil, gözəl bir şey dil bil. Alman dili, İtalyan dili, Rus dili, Ərəb dili, nə bilim, Fransız dili, hər dili bil. Çox ideal bir şeydir insan dünya görüşünün artmasında. Amma öz dilində danış. Ən birinci hörmət elədiyin və ən birinci sənin öncəliyin öz dilin olmalıdır. Çünki o ölkənin vətəndaşları sənin dilini danışmadıqları üçün sən də onların dilini götürüb birinci yerə qoya bilmərsən. Hər bir ölkə üçün özünün dili bir. Yəni Azərbaycan dili bizim üçün ilk birinci istifadə etdiyimiz dil olmalıdır. Sən heç bir rus və yaxud da heç bir ingilis, heç bir fransız, heç bir ərəb, heç bir bilmirəm hansı bir ölkə durub yarı öz dilində, yarı Azərbaycanda danışmır. Ona görə çalışdığımız qədər öz dilində danışmaq lazımdır. Restorana girirsən məsəl üçün, bu tamamilə başqa mövzudur. Buna bir podkast çəkəcəm. Əgər istəyirsinizsə şərhlərdə yazın. Və tamamilə Azərbaycan restoranıdır, Azərbaycanlıdır, restoranda işləyən ofisant da sənə rus dilində danışır. Sən o qayıdıb Azərbaycanda cavab versən və qayıdıb yenə sənə rus dilində danışanda, yenə sən sonuna qədər onunla Azərbaycanda danış. Bunu demək istəyirəm. Bilmirəm fikrimlə qədər şey eləyə bildim. Yəni ən sevmədiyim reklam gəldi. O dildə danışmaq istəyirsən, həmin ölkədə gedib o dildə danışa bilərsən. Amma bura Azərbaycanda danışacaqsan. Deməyim nə deyən, nəyə gətirib çıxardıram. Məni özüm yəni ən nifrət etdiyim şey olar hətta, amma ətrafınızı o qədər əhatələyəndə mən arada hansı ifadələri ingilis dilində xatırlayıram. Məsələn, konkret neçə dəfə olub ki, sözdür məsəl üçün o cümləni, amma o sözü mən ingilis dilində bilirəm. Hətta neçə dəfə olub ki, mən o Google Translate-ə girib Azərbaycan tərcüməsi baxmışam. Çünki bunun tərcüməsi nədir? Dediyim, qəsdən özünü belə oliqarx aparıb başqa dildə danışmaq istəyən insanlar üçün idi. Amma müəyyən qədər bir dili öyrənmisənsə və öyrənmək dediyim, yəni onunla həyatını qurmusansa, həyat tərzini ona uyğunlaşdırmısansa və ya iş yerində danışırsansa, dərsdə bütün materiallar ingilisindədirsə, danışdığın dərsin özü ingilisindədirsə, dərsin ingilisində danışırsa, müəllimlər ingilisində danışırsa, evə gəlsən ingilis mahnıya qulaq asıb, ingilisində kitab oxuyub ingilisində, kinoya baxırsansa, ingilisində yenə dərslər oxuyursansa, dərs yazırsansa, esse yazırsansa. Öz rutinimi danışdım sizə. Onda istər-istəməz sizin diliniz biraz çönə bilər, amma yenə də dilimiz Azərbaycan dilidir. Sadəcə yəni demək istəyirəm ki, ingilisi öyrənmək üçün gündəlik həyatınıza qatın. Bunu demək istəyirəm sizə. Bir də öyle bir şey deyirdim mən. Kiməsə nəyisə ingilisdə başa salmaq kimi özünüzü ilə aparın. Məsəl üçün 9-lara, 10-lara, 11-lərə, həm abituriyentlərə məsləhət videolarımda necə hansısa fəni daha yaxşı öyrənmək olar. Məsələn demişəm, mən bunu tarixdə demişəm ki, özünüzü ilə aparın ki, və coğrafiyada kiməsə öyrədirsiniz, fizika, kimyada olar, yəni hamısında olar əslində. Məsələn, nəsə öyrədirsiniz, sanki qarşınızda şagird var və siz onu öyrədirsiniz, bu öyrəndiyiniz yeni mövzunu. Onda çünki siz daha çox detala girirsiniz, özünüzü müəllim kimi, yəni belə daha qarşınızdakı insana baş salmağa çalışırsınız. Ona görə çox adam bu metodu eləyir. Yəni ingilis dilində eləyə bilərsiniz. Hər hansı bir mövzu götürün, bildiyiniz bir mövzunu Azərbaycan dilində, fərqlənmir nə barədə olur olsun.
şəkil çəkmək barədə, nə bilim hansısa bir əl işi barədə, nə barədə bilməm nəyə bacararsınız. Onu ingilis dilində izah etməyə çalışın. Bu məsələdən sonra desin hamının psixoloji pozuntuları olacaq, hamı öz-özünə danışacaq. Yox, nəsə zarafat edirəm. Bunlar çox təsdiqlənmiş və həqiqətən də kömək olan məsləhətlərdir. Mütləq istifadə edin. Bu qədər uşaqlar, vaxtınızı çox almaq istəyirəm. Məhz bu video məndən istədiyiniz çəkdim. Yenə də ürəyiniz hansı tipdə məsləhət, nə bilim nə videosu istəyir. Məni Instagram, TikTokdan da izləyə bilərsiniz. Orada da istədiyiniz məsləhətləri almaq istəyə bilərsiniz. Və ya daha hər hansı başınıza maraqlı gələn hadisələr varsa danışa bilərsiniz. Mən video çəkərəm. Bir yerdə nəsə danışıb gülərik. Məsələn, isə vaz keçməməyinizi, vaz keçməyin. Yox danışa bilmirəm, yox öyrənə bilmirəm. Müəyyən qədər vaxt aparan, zaman aparan bir şeysiz. Bir həftə içində heç kim sizə deyirsə, bir ay içində ingiliscə öyrədirəm, bir ay içində super danışıq, bir ay içində native danışıq. Belə şey olmur. Hamısı zamanla özünüz belə hiss etmədən özünüzdə o inkişafı görməyə bilərsiniz. Onun üçün pis olmayın. Çünki siz məsələn bir ay sonra tamamilə daha yaxşı ingilis danışa bilərsiniz, amma inkişafı görmürsünüz. Çünki özünüz öz gözünüzün önündə olduğu üçün onu hiss edə bilmirsiniz. Necə ki, məsəl üçün uşağın boyu böyüyəndə heç kim onu demir də birdən-birə boydaydı, risk bu boyda oldu. Yox da, çünki gözünün önündə böyüyür. İngilis dili gözünün önündə inkişaf edir. Gözünün önündə yox da, özün özünə inkişaf etdiyin üçün o bir vaxtlar olduğun yerləri bilmirsən. Ona görə də mütləq heç vaxt özgüvəninizi itirməyin. Sonuna qədər bacaracaqsınız. Niyə də yox? Yəni mümkün bir şeydir. Sizə deyirəm ki, mümkün bir şeydir. Özünü bu məqsədə adamış biri olaraq deyə bilərəm ki, bacardım, siz də bacararsınız. Kanalımı da izləməyi unutmayın və mütləq zəng səsini açıq qoyun ki, mən video yükləyəndə sizə xəbər gəlsin. Çünki həftədə 2 dəfə video yükləyirəm. Sağ olun, salamat qalın. Növbəti videoda görüşmək ümidi ilə. Get bu dəqiqə dediklərimdən birini elə. Shadow Master'dan başlaya bilərsən.